Bəli, bu da çox maraqlı bir məqamdır. Əvvəlki e, dəfələrdə, əvvəlki illərdə ümumiyyətlə, hətta nəinki müdaxilə, İrana qarşı hər hansı bir addım atıldığında beynəlxalq səviyyədə, istər Amerika Birləşmiş Ştatlar tərəfindən, istər İsrail tərəfindən, dərhal Tehranın küçələri on minlərlə insanla, yüz minlərlə insanla dolurdu və onlar hamısı Amerikaya və İsrailə lənət oxuyurdular. Amma bu dəfə maraqlı cəhət ondan ibarətdir ki, hətta İran etirazçıları özləri İsrailə və Amerikaya xitabən yardıma gəlməyi xahiş edirlər. Bu da hadisələrin, bu dəfəki hadisələrin əvvəlki dəfələrdən daha bir fərqli məzmun aldığını və İran ictimaiyyətində artıq öz yerli hakimiyyətə qarşı nifrətin son həddə qədər kəskinləşdiyini və hətta indiyə qədər düşmən hesab etdikləri Amerikadan və İsraildən dəstək gözlədiklərini bildirirlər. Bu da bu hərəkatın xüsusiyyətlərindən, fərqli xüsusiyyətlərindən biridir. Eyni zamanda hər gün İsrail televiziyası, İsrail mətbuatı İran hakimiyyətini təhdid edir və İran xalqına müraciət edərək onları dəstəklədiklərini bildirirlər. Əlbəttə bu dəstək istər Amerika Birləşmiş Ştatlarından həm prezident səviyyəsində, həm bəzi siyasətçilər səviyyəsində, həm İsrail tərəfindən yenə də siyasətçilər səviyyəsində bu dəstəyin səsləndirilməsi hələ o demək deyil ki, onlar doğrudan da fiziki şəkildə İrana müdaxilə edəcəklər. Sadəcə bu çağırışlar, bu müraciətlər İran xalqını daha da ruhlandırmaq, biraz onların qətiyyətini artırmaq məqsədi daşıyır. Əslində kənardan bu hadisələri müşahidə edən və İranda rejim dəyişikliyinə nail olmaq istəyən qüvvələr özləri bilavasitə bu hərəkətdə iştirak etmək niyyətində deyirlər. Onların məqsədi İran xalqının daha mütəşəkkil qaydada təşkil olunması və rejim dəyişikliyinə nail olmasından ibarətdir. Və ona görə də mənəvi siyasi dəstəyin kənardan bildirilməsi də bu hadisələrin kəsinləşməsinə səbəb olur.